Salam dostlar, yenə də mən Rafiq Cəlilov, yenə də mövzumuz Sumqayıt Texnologiyalar Parkı və həmin parkın rəhbərliyi, rəhbər qurumları. Dostlar, bildiyiniz kimi mənlə Sumqayıt Texnologiyalar Parkı arasında, daha doğrusu yoldaşımla Sumqayıt Texnologiyalar Parkı arasında məhkəmə çəkişmələri gedir. Çox təəssüf ki, məhkəmə hakimləri Sumqayıt Texnologiyalar Parkının adını eşidən kimi geri çəkilirlər. Bugün verdikləri qərarları sabah danırlar. Və bunun haqqında mənim kifayət qədər sübutlarım var. Çox təəssüf ki, mənim onlardan etdiyim şikayətləri təzədən üstlərinə qaytarırlar və onlar həmən şikayətləri baxılmamış saxlayırlar. Mən niyə yenə də Sumqayıt Texnologiyalar Parkı haqqında danışmaq istəyirəm? Sumqayıt Texnologiyalar Parkının hörmətli vəkili Yasəf müəllim dünənki məclisdə ayın 5 may məhkəmə iclasında hakimə bildirdi ki, mən Sumqayıt Texnologiyalar Parkının rəhbərliyi haqqında neofaşist kəlməsi işlətmişəm və iddia ərzəsində də onların neofaşist olduğunu göstərmişəm. Mən günü bugün də bu fikirdəyim ki, Sumqayıt Texnologiyalar Parkının rəhbərliyi neofaşistdir. Konkret olaraq mən Hicran Valiyevla Mehman Əhmədovdan danışıram. Konkret. Bu iki şəxs STP-yə gələndən sonra STP-dəki güclü kadrlar, hansılar ki 13, 14, 15 ildə STP-də çalışırlar. Onları məhz talış olduqlarına görə işdən uzaqlaşdırıblar. İndi deyə bilərsiniz ki, bu şəxslərin yaxın qohumların arasında talış olanlar var və s. və ilaxır. Bəli, var, mən də bilirəm. Amma həmən şəxslərin yaxın qohumların arasında talış olmaları onların neofaşist olmalarına mane olmur. Bunun səbəbini bilmirəm. Bircə onu bilirəm ki, STP rəhbərliyi, konkret olaraq Hicran Valiyevla Mehman Əhmədov neofaşist düşüncəli insanlardır. Məhz mənim talış dilində qəzet dərc eləməyə onlara bir stimul olub, mənim yoldaşımla düşmənçilik ediblər. Mən dünən hörmətli vəkilə də bildirdim. Dedim, 5-6 kişinin bir qadınla düşmənçilik eləməyi ən aşağısı etik qaydaya sıxmır. Başqa adları da var, amma onları deməyi özümə ar bilirəm. Amma 5-6 kişinin bir qadınla düşmənçilik eləməyi, həmən qadını heç kimin olmadığı Sumqayıt üst-trikotaj fabrikinə göndərmələri, sən orada oturmalısan, orada işləməlisən, yəni orada onu sındırmaq üçün göndərmələri, sındıra bilmədikdən sonra onu STP-yə buraxmamaları və sonda məcbur olub onu STP-yə çağırandan sonra öz iş yerlərinə buraxmamaları və nəticədə onun ştatını ləğv edib bir nəfərin yerinə 3-4 nəfər çayçı götürmələri həmən insanların bir qadın qarşısında nə qədər aciz olduqlarının bariz nümunəsidir. Bəli, bugün məhkəmələr onların tərəfindədir. Məhkəmələr onların xeyrinə qərar verirlər. Çox təəssüf ki, məhkəmələr həmən qərarları Azərbaycan Respublikasının adından verirlər. Məhkəmələr Azərbaycan Respublikasının adından yalan danışırlar, Azərbaycan Respublikasının adından xələl gətirirlər. Amma digər ki, həmən məhkəmə hakimlərinə heç kim gözün üstə qaşın var demir. Heç kim demir ki, ay hakim, axı sən keçən iclasda Azərbaycan Respublikasının adından qərar verdin ki, səs yazıları dinlənilməlidir. Amma qərarda göstərirsən ki, ekspertizaya hansısa mücərrəd cümlələr getməlidir. Və yaxud apellyasiya məhkəməsinin kollegiyası qərar verir ki, növbəti iclasda səs yazılarına qulaq asacağıq. Növbəti iclasda güc bala ilə bir səs yazısına qulaq astırmışam, güc bala. Ona da mənə qayıdıb deyirlər ki, bəs tutalım sənin yoldaşı Bakıya işləməyə göndərsəydilər. Üst-trikotaj fabrikinə yox, Bakıya. Ora da gedərdi. Bunlar demir, Mehman Əhmədovla Hicran Valiyevov kimdir ki,
bu insanı Sumqayıt üst trikotaj fabrikinə heç kimin olmadığı bir yerə, ilanların, siçovulların qaynaşdığı bir yerə işləməyə göndəriblər. İşləməyə yox, sürgün ediblər. Sürgün elədilər ki, o insanı orada sındırsınlar. O insan gəlsin, yalvarsın ki, siz Allah mənə raşot eləyin, mənim raşotumu verin, mən çıxım gedim, mən belə bacarmaram. Onlar gözləmədilər bu insan bu qədər bunlarla dirəşəcək, bu insan bu qədər bunlara güc göstərəcək, gücünü nümayiş etdirəcək. Bir qadının qarşısına 4-5 kişi aciz qalıb, çıxış yoluna nədə gördülər? Ştatın ləğv edib, həmən ştata qıraqdan 3-4 nəfər insan gətirməkdə. Yəni, bu mübarizənin sivil forması deyil, bu mübarizənin ibtida icma quruluşu səviyyəsində formasıdır. Mənə çox deyirlər, ola bilsin ki, bu dəmir yolçuları dəmir yolunda sındırıb göndəriblər STP. Ona görə onlar da STP-də hamını sındırıb işdən çıxardırlar. Mən bu barədə danışmaq istəmirəm. Əgər belədirsə, ayıb olsun. Belə deyilsə, yenə də ayıb olsun. Yəni, işçiləri sındırıb işdən çıxartmaq heç də yaxşı iş deyil. Balıq bilmir, xalıq bilir. Siz bunun cəzasını hökmən alasınız. Siz bunun cəzasını hökmən alasınız. Allah Teala bu cəzanı sizə göstərsin. İstəməzdim övladlarınıza, nəvələrinizə göstərsin. İstəmərəm. Çünki onların günahı yoxdur. Günah sizdədir və siz o cəzanın gərək özünüz alasınız. Və başa düşəsiniz ki, bu cəzanı Allah Teala sizə nəyə görə verdi? Dostlar, mən STP haqqında çox danışmaq istəmirəm. Keçid alın polis və prokurorluq orqanlarına. Mənim keçən çıxışımdan sonra məni Sumqayıt şəhər polis idarəsinə dəvət elədilər. Çox sağ olsunlar, yaxşı qarşıladılar. Hörmətlə qarşıladılar. Rəis səviyyəsinəcən qarşıladılar. Yəni, rəisin qəbulundan oldum. Narazı qalan faktım var. Yəni, məsələn, mən rəisə sual verdim ki, STP rəhbərinin vəzifələrindən sui-istifadə etmələri, vəzifə səlahiyyətlərini aşmaları, cinayətdir, dedi, cinayət dedim. Axı, niyə araşdırmırsınız? Dedi, biz araşdıra bilmərik, onu prokurorluq araşdırmalıdır. Çox təəssüf ki, prokurorluq deyir ki, bunu məhkəmə araşdırmalıdır. Və apellyasiya məhkəməsinin son iclasında, apellyasiya məhkəməsinin hakimi qayıtıb mənə dedi ki, indi mənə ürəyi yanır da. Qardaş, bu səs yazılarında cinayət var, sən bunu polisə ver. Demək, polis deyir, prokurorluq araşdırmalıdır. Prokurorluq deyir, məhkəmə araşdırmalıdır. Məhkəmə deyir ki, burada cinayət var da, sən bunu ver polisə. Bermud üçbuzağıdır da. Bermud üçbuzağıdır. Və maraqlı bilirsiniz nədir? Dünən mayın 5-i məhkəmə oldu. Mayın 5-də məhkəmədə hakim də qayıdır ki, siz bu səs yazılarını gizlin yazmısınız da, ona görə qəbul edilə bilməz. Deyirəm, axı sizdən əvvəlki 2 məhkəmə qəbul edib, həm Sumqayıt şəhər məhkəməsi, həm də Sumqayıt apellyasiyası deyir, səhv ediblər. Deyirəm, səhv edəməyiblər də, bu Konstitusiya Məhkəməsinin plenumunun qərarı var. Gizli səs yazıları əgər həmən şəxsin həyatını, yaşayışını ifşa eləmirsə, həmən şəxsin şəxsi həyatını ictimailəşdirmirsə, qəbul edilə bilər. Yəni, onların cinayətini sübut etsə, qəbul edilə bilər. Deyir, yox, sən ona hökmən deməliydin ki, mən sənin səsini yazıram, sonra səsi yazmalıydım. Belə şey olmur, möhtərəm hakim, adınızı çəkmirəm. Amma belə olmur. Konstitusiya Məhkəməsinin, yenə deyirəm, plenumunun qərarı var, gizli səs yazıları ilə bağlı və həmin səs yazılarının qəbul edilməsi ilə bağlı. Biz o insanların şəxsi həyatını müzakirə eləmirik. Şəxsi həyat haqqında heç nə yazmamışıq. Orada müzakirə olunan şəxsi həyat bizə mənim şəxsi həyatımdır. Çünki deyirlər, sənin yoldaşın əlildir, sənin yoldaşın problemi var, yeriyə bilmir və s. və ilaxır. Yəni, şəxsi həyat deyiləndə bir dənə mənim şəxsi həyatım orada müzakirə olunur. Heç kimin şəxsi həyatı o səs yazılarında müzakirə olunmur. O səs yazılarında konkret olaraq STP rəhbərliyinin vəzifə səlahiyyətlərini aşması müzakirə olunur. Mən yenə də prokurorluğa müraciət edəcəm. Baxmayaraq ki, mən dekabrda Sumqayıt şəhər prokurorluğuna müraciət eləmişəm. Həmən müraciətin hələ də cavabını almamışam. Çox təəssüf.
Çox təəssüf ki, Sumqayıt şəhər prokurorluğu həmən müraciətə cavab verməyib. Çox təəssüf ki, Sumqayıt şəhər polis idarəsi həmən səs yazılarını araşdırma səlahiyyətində deyil. Çox təəssüf. Yəqin ki, araşdırarlar, əgər o səlahiyyət onlarda olsaydı. Çox təəssüf ki, Sumqayıt məhkəmələrin, istər apellyasiya məhkəməsi olsun, istər ilkin instansiya məhkəmələri olsun, həmən səs yazılarını araşdırmaq cəsarətində olmadılar. Çünki məhkəmələr müstəqil deyirlər. Məhkəmələr kimdənsə asılıdırlar, kimdənsə qorxurlar və s. və ilaxır. Kimlərsə rüşvət verir, kimlərsə hədə-qorxu gəlir, kimlərsə tapşırır və bütün bu problemlər gəlir sadə vətəndaşın başında çatlayır. Sadə vətəndaş məhkəmə ilə üz-üzə qalanda bütün zərbələr sadə vətəndaşa dəyir. Məsəl üçün, sən kimisə təmsil eləmək üçün etibarnamə almalısan, bu puldur. Amma dövlət orqanları, o cümlədən MMC-lər öz vəkillərini ora göndərmək üçün elə özləri bir dənə balaca peçat vururlar kağıza ki, filan kəsi göndərdi məhkəməyə bizi təmsil edəcək. Yəni, heç bir onlar... Sən iddia qaldırırsan, qiymətləndirilmən iddia 100 manatdır, apellyasiyası da 50 manat. Amma dövlət qurumları heç pul vermirlər. Nə bələdiyyə pul verir, nə icra hakimiyyəti pul verir, nə polis, nə prokuror, heç biri pul vermir. Onlar azaddılar. Və yaxud iş gəlir, çıxır ali məhkəməyə vermək üçün vəkillə də müqavilə 440 manat da şəxsə. Yəni, bu pereskurantı ali məhkəmə qoyur. Bilmirəm, vəkillər kollegiyası qoyur, bilmirəm. Yəni, bütün zərbələr əhalinin kasıb müdafiə olunmayan təbəqəsidir. Yəni, varlı insanlar, MMC-ləri olanlar, nə bilim, başqa CC-ləri olanlar, elə hər şeydən azaddılar da. Bu qədər dostlar, mən bu dəfə qısa danışdım, gələn dəfə hökmən geniş danışacağım. Mən sizə öz təşəkkürümü bildirirəm. Vaxt ayırıb mənim videolarıma baxırsınız, qulaq asırsınız. Paylaşın dostlar, paylaşın ki, o STP-də işləyən fəhlələr və Paşa Holding MMC kimi STP rəhbər təyin etdiklərini görsünlər. Görsünlər ki, kimlər STP rəhbərliyi edir. Bir qadınla mübarizə aparan 5-6 kişi. Sağ olun dostlar, minnətdaram sizə.